bu sözlərlə razısınız? Necə ki, bir bədənin ayağına tikan batanda yalnız ayaq deyil, bütün bədən o ağrını hiss edir. Göz baxa bilmir, ürək sıxılır, ağıl çarə axtarır. Əl dərhal köməyə uzanır. Çünki bədənin hər üzvü bilir ki, birinin ağrısı hamının sükunətini pozur. Bədəndə laqeyd üzv yoxdur. Ağrı ümumi olanda şəfa da ümumi olur. Cəmiyyət də elə belədir. Əgər insanlar bir-birinə yad yox, bir bədənin üzvləri kimi baxa bilsələr, o zaman bir nəfərin dərdi hamının dərdinə çevrilər. Birinin göz yaşı axanda başqalarının qəlbi titriyər. Bir yerdə zülm olanda başqa yerdə rahat yatılmaz. Bu, zahiri birlik yox, qəlbi birlikdir, irfani birlik. İrfan deyir ki, ayrılıq bir xəyaldır, həqiqətdə hamı eyni candandır. Ayrı-ayrı bədənlər, amma bir ruhun təcəllası. Kim başqasının ağrısını hiss etmirsə, hələ bu həqiqətin dadına varmayıb. Çünki kamillik başqasının dərdini öz dərdin bilməkdir. Bir cəmiyyətdə hamı narahat olarsa, o narahatlıq fitnə yox, oyanış olar. Çünki hamının qəlbi bir məsələ üçün döyünəndə, o məsələ ya həll olar, ya da həllə doğru yol açılar. Laqeydlik zülmü böyüdər, birlik isə dərmanı doğurar. Elə buna görə də ariflər deyiblər, birinin yarası sağalmadan bütöv bədən rahat tapa bilməz. Cəmiyyət də ancaq o zaman sağalar ki, hər kəs başqasının ağrısını öz canında duya bilsin. Ona görə də həyatımızda, hər bir işimizdə başqalarına da yer verək ki, bu bizim kamilliyimizin davamiyyətinə səbəb olsun. Deyiblər, qonaq qonağı sevməsə, ev sahibi heç birini sevməz. İnsanlar bu dünyanın qonağıdır, Allah isə ev sahibi.